Mənə görə payız deyəndə ağlıma ilk balqabaq, darçın və isti şokolad gəlir. Payız fəslinin son günləri olsa da, qışa keçməzdən əvvəl bu dadlardan tam zövq almaq vaxtıdır. Onu da deyim ki, kərə yağı otaq temperaturunda isidilmiş olmalıdır. Balqabaq isə öncədən bişirilib soyudulmalıdır. Tam resepti videonun alt hissəsində qeyd etmişəm. Yazdığım ərzaqları bir qaba əlavə edirik. Unu da az-az əlavə edib ələ yapışan bir xəmir yoğururuq. Xəmiri yoğurduqdan sonra üzərinə şokolad və qoz əlavə edib mütləq 1 saat soyuducuda dinləndirməliyik. Siz istəsəniz şokolad və qoz əlavə etməyə bilərsiniz və ya sevdiyiniz çərəzlərlə də əvəz edə bilərsiniz. Çünki niyə də olmasın. Xəmir dinləndikdən sonra çox əzmədən əlimizlə forma verib soba listinə düzürük. Öncədən 180 dərəcədə isidilmiş sobada təxmini 25-30 dəqiqə bişiririk. Hazırlayıcım olan hər kəsə nuş olsun. Videonu bəyənməyi, abunə olmağı unutmayın. Hələlik!